göylərdə olan atamız, ya Rəbb, sənin sadiqliyinə görə sən minnətdarıq, ya Rəbb. Bu gün sənin qarşına gəldiyimiz üçün, ata, bizi hazırladığın üçün, ata, o vədlərinlə tanış etdiyin üçün, bizi yetişdirdiyin üçün sənə minnətdarıq. Bu gözəl ata yolunu bizə astığın üçün, bizə çobanlıq etdiyin üçün sənə minnətdarıq, ya Rəbb. Heç bir yol çıxış yolu deyil. Yeganə yol sənsən, ya Rəbb. Necə ki, sən öz kəlamında, öz sözündə dedin. Yer üzünə gəldin və dedin, yol, həyat, həqiqət mənəm. Biz sənə təşəkkür edirik, ya Rəbb. Sənin adın qarşısında, ata, baş əyirik. Sənin, ata, verdiyin hər bir xeyirdanı qəbul edirik. Ya Rəbb, minnətdarıq sənə. Minnətdarıq ki, bu bol həyatı, bol yaşama bizi çatdırdığın üçün, bol şəfanla bizi təmin etdirdiyin üçün və hər gün o şəfanla bizi doldurduğun üçün. Ya Rəbb, sənin kəlamın deyir, mən sizi qanunun lənətindən azad etdim. Hər bir xəstəlikdən, hər bir naxoşluqdan mən o xəstəlikləri götürdüm. Mən o naxoşluqları daşıdım. Ya Rəbb, qoy hər bir bacı qardaşım bu gün, bu dəqiqə, bu saniyə, ata, bədəndə olan hər bir xəstəliyi, ya Rəbb, sənin huzuruna gətirə bilsin. Və onların həqiqətdə qanunun lənətindən xilas olduqlarını tam, ata, dərk edə bilsinlər deyə dua edirəm. Sənin doğuluşun, sənin, ata, ölümün və dirilişin onların həyatlarını hər bir xəstəlikdən azad etdi. Qoy hər bir kəs bədənində yerləşən xəstəliyi bugün sənin qarşına gətirsin. O xəstəlikləri tamamilə sənin qarşında qoya bilsin. İsa'nın ismində bədəni tamamilə bürüyən, bədəni özününküləşdirən o xəstəlikləri hər bir kəs sənin qarşına gətirə bilsin. Artıq hər kəs anlasın. Sən doğuldun, ya Rəbb. Sən məndəsən, mən də səndəyəm. Qoy hər bir kəs, hər bir bədəndə yaşatdığı o xəstəlikdən imtina edə bilsin. Və deyə bilsin, mən imtina edirəm. İsa Məsihin adı naminə mən imtina edirəm. Bədənimdə özünə hakimiyyət quran, məskunlaşan, hər bir xəstəliyə qadağa edirəm. İsa'nın ismində, İsa'nın adında. Qoy hər bir kəs deyə bilsin, beynimdə, düşüncəmdə olan xəstəliyi. Hər bir qorxu hissini, boğaz nahiyəmdə, qaraciyərimdə, ağciyərimdə olan, mədə bağırsağımda olan, ürək nahiyəmdə olan və mənim əyaqlarımda, qollarımda olan gücsüzlük, İsa Məsih adı naminə mən onlardan imtina edirəm və bədənimdə özünə hakimiyyət quran hər bir xəstəliyi, məskunlaşmış xəstəlikləri tamamilə yox edirəm. İsa Məsih adı naminə. Qoy hər bir kəs əlində olan, sənin verdiyin o səlahiyyəti tam istifadə edə bilsin. İsa'nın ismində, İsa'nın adında. Qoy bəyan etsin bədəninə, ya Rəbb, orqanlarına, üzvlərinə, ya Rəbb, qoy bütün bədən sistemi tamamilə mükəmməl şəkildə sağalması üçün sənin qarşında özünü təslim edə bilsin. İsa Məsih adı naminə. Ya Rəbb, qoy kimin nə dediyi fərq etməz. Başqalarının söylədiyi nə varsa, heç bir söz onun üzərində öz təsirini göstərə bilməsin. İnandığı bir şey olsun. O da sən, ya Rəbb. Sənin kəlamın deyir. Mənim yaralarımda siz şəfa almısınız. Qoy qaraciyər, ağciyər. Qoy böyrəklər. Ya Rəbb, öd kisəsi, dalaq, qadınlıq, kişilik. Hər bir sonsuzluq ruhu tamamilə öz gücünü itirsin. İsa Məsih adı naminə. Hər bir özünü bədəndə məskunlaşdıran xəstəliklər tamamilə yox olsun. İsa'nın ismində, İsa'nın adında. Qoy hər bir kəs öz xəstəliyini sənin qarşında dayandırıb və o xəstəliyə tamamilə qadağa edə bilsin. İsa Məsih adı naminə. Mən İsa Məsihin yaralarında şəfalıyam. Mən artıq qanunlarda yaşamıram. Mən artıq lütf
altında yaşayıram. Lütf mənə ən böyük sağlamlığı bəxş edib. Mənim bədənimdə İsa Məsih məskunlaşıb. Mənim bədənim heç bir xəstəliyə tabe deyil. Mən onları qəbul etmirəm. İsa Məsih adı naminə. Mən Allahın kəlamına inanıram. O kəlam mənə deyir. Mən sənin bədənindəyəm. Mən sənin yanındayam. Mən sənin sağlamlığına. İsa Məsihin ismi ilə. Mən sənin üçün bədəl ödəmişəm. Öz canımı, qanımı fəda etmişəm. Və mən sənə deyirəm, sən sağlamsan. Sənin bədənin tamamilə mənim yaralarımda şəfalıdır. Və heç bir xəstəlik sənin bədənində məskunlaşa bilməz. Öz hakimiyyətini qura bilməz. Bütün daxili və xarici sistemlər, qan, ilik, sümük, gözlər tamamilə öz işığını bərpa edir. İsa'nın ismində. İsa adı naminə dua edirəm. Adı müqəddəs olan atanın. Ya Rəbb, mən artıq insanların sözü ilə yaşamıram. Mən dünyadan nə deyilirsə desin, heç bir sözü dinləmirəm. Mən yeganə imanla gəzməyi seçirəm. Sən bunu mənə tövbə verdin. Və sən dedin, imanla deyəcəksən, bu dağa qalx və dənizə atıl. O dağ sənin qarşından qalxacaq. Mən qəbul edirəm o sənin güclü, qüdrətli kəlamını. Qəbul edirəm bədənimdə sənin hakimiyyətinin yerləşməsini. İsa'nın ismi ilə, İsa'nın diri adıyla sənin dirilişin. Sənin dirilişin mənim sağlamlığımdır. Mən sənin dirilişinlə bütün bədənimi, bütün günahlarımı sağaltdım. Sənin sayəndə, sənin ismində, sənin adında. Mən artıq günahkar birisi deyiləm. Mən günaha qarşı dayanıram. Mən günahı sevmirəm. Mən artıq səni sevirəm, ya Rəbb. Mən sənə bəli və amin deyirəm. Gəl və məndə yaşa deyirəm sənə. Sən məndə yaşayırsan, ya Rəbb. Və sən məndə yaşadığın sürə, mən heç bir vaxt, heç bir xəstəliyin köləsi ola bilmərəm. Hər bir kəs qoy öz dəyərini tamamilə öz bədənində bərpa edə bilsin. İsa'nın ismində təzyiqdən, şəkərdən əziyyət çəkən, bütün bədən orqanlarının zəifliyindən əziyyət çəkən, qan azlığından əziyyət çəkən, hər bir kəs qoy bu gün bədənində məskunlaşmış xəstəlikdən imtina etsin. İsa Məsihin yaralarında mən şəfalıyam. Məndə artıq qan azlığı yoxdur. Mən sənin yaralarında şəfa almışam. İmtina edirəm. İmtina edirəm bədənimə gələn hər bir xəstəliyi. İmtina edirəm hər bir düzgün olmayan bədənimi idarə edən pis ruhları, aldadıcı ruhları imtina edirəm. Mənə yalan söyləyən hər bir dildən imtina edirəm. Qadağa edirəm o dillərə, mənə yaxınlaşan. Məni özününkiləşdirən hər bir dili sustururam. İsa Məsihin ismində, adında. Ata, sən minnətdaram. Təşəkkür edirəm sənə, ya Rəbb. Mənim şəfam üçün sən bahalı qan ödədin, ya Rəbb. Öz bədənini tamamilə fəda etdin, ya Rəbb, mənim şəfam alınsın deyə. Mən bugün sənin qarşında dayanıram. Və sənin qarşında əllərimi göylərə qaldırıram. Sənin qarşında dizlərimi bükürəm. Diz çökürəm. Bu şəfam üçün sənin qarşında minnətdarlıq bildirirəm. Təşəkkür edirəm, ya Rəbb. Minnətdaram sənə. Bu gözəl yaraşığı, bu gözəl şəfanı, sağlamlığı mənə verdiyin üçün. İrəli getdiyim üçün. Gündən günə gözəlləşdiyim üçün. Gündən günə sənin biliyinlə dolduğum üçün. Ya Rəbb, sənə minnətdaram. Təşəkkür edirəm. Təşəkkür edirəm bütün bədənimin sağalması üçün. Ciyərlərimin, böyrəklərimin sağlamlığı üçün. Ürəyimin tam sağlığı üçün sənə təşəkkür edirəm. Düzgün işləyən, ritmləri düzgün olan ürəyim üçün sənə təşəkkür edirəm. Minnətdarlıq bildirirəm. Gözlərimin işığı üçün sənə minnətdarlıq bildirirəm. Qulaqlarımın eşitməsi üçün sənə minnətdarlıq bildirirəm. Bütün
Cizgilərim üçün sənə minnətdarlıq bildirirəm. Bu gözəl, bu saf cizgiləri mənə verdiyin üçün. Ya Rəbb, sənə minnətdaram. Bütün hər bir bədənimi nizamladığın üçün sənə təşəkkür edirəm. Hər bir düzgün olmayan bədən ağırlığından məni azad etdiyin üçün sənə təşəkkür edirəm. Ayaqlarımın maral ayaqları kimi çevik ayaqlar etdiyin üçün sənə minnətdaram. Bu ayaqları güclü etdiyin üçün sənə minnətdaram, ya Rəbb. Sümüyümə, iliyimə verdiyin şəfam üçün sənə minnətdaram. Minnətdaram sənə. Bütün təzyiqimin tam bərpası üçün sənə minnətdaram. Minnətdaram sənə, ya Rəbb. Minnətdaram sənə, ya Rəbb. Şükürlər olsun sənə, ya Rəbb. Şükür olsun, izzət olsun sənə, ya Rəbb. Məni bu dünyanın hər bir vəziyyətindən qurtardığın üçün sənə təşəkkür edirəm. Minnətdarlıq bildirirəm, ya Rəbb. Mənə bu dəyərli adını tanıtdığın üçün sənə minnətdaram. Müqəddəs adını mənə tanıtdığın üçün sənə minnətdaram. Şükürlər olsun sənə. İzzət olsun sənə, ya Rəbb. Bugün sənin izzətin altında yaşadığım üçün sənə minnətdaram. Şükür və izzət olsun sənə, ya Rəbb.